evdə bizim övladımız qaçır, atlanır, tullanır. Əksər valideynlər əmr cümlələrindən istifadə edir. Otur, dur, sakit dur, sakit otur. Səs və yaxud qadağalardan. Səs salma, səsin çıxmasın. O otağa getmə, paltarları dağıtma, divanın üstündə tullanma, qışqırma. Bu əmr cümlələrindən istifadə eləmək, qadağa cümlələrindən istifadə eləmək uşaqda tərslik yaradır. Əksər valideynlər bu problemlərlə üzləşib ki, mənim övladım məni dinləmir və yaxud tərsdir. Amillərindən, faktorlarından biri budur. Əmr eləmək və ancaq qadağa eləmək. Və yaxud ata övladını çağırır, övlad cavab vermir. Neçə dəfə çağırır, övlad cavab vermir. Niyə? Çünki övlad bilir ki, atam məni ya nəyisə əmr eləməyə çağırır, ya nəyisə qadağa eləməyə çağırır. Bu misallarla qeyd etmək istədik ki, qanun və metoddan xəbərsizlik həm bizim özümüz üçün problem yaradır, baş ağrısı yaradır. Həm də bizim övladımızın ruhiyyəsinə təsir qoyur. Üstəlik, dindar ailələrdə səbəb olur ki, onların övladları dindən qaçsın, dinə qarşı soysun. Çünki baxın, valideynin namaz qılmağı onun övladının tərbiyəsində uğur qazanmağı üçün kifayət eləmir. Namaz qılmaq lazımdır, lazım olan şərtlərdəndir. Amma kafi deyil. Çünki bizdə hədisimiz də var ki, insanları əməlinizlə dəvət edin. Əxlaq lazımdır. Əgər övlad görürsə ki, mənim valideyim dindardır, amma əsəbidir, qışqırandır, vurur, məni vurur, yaxud etik normalara riayət eləmir, həmin övlad dindən qaçan olur. Əgər din səni düzəldən dindirsə, sən niyə özün düzəlməmsən? Əgər dindirsə. Ona görə də tərbiyə üzrə olan mütəxəssislər qeyd edirlər ki, namaz vaxtı, namaza gedən zaman, namazdan gələn zaman mütləq çalışın, heç olmasa o vaxt əxlaqlı olun ki, övladlarınıza təsir qoya biləsiniz. Bu da bir qaydadır özü. Namazda olan zaman, iki namazın ortasında, bəzi valideynlər var, onların hövsələsi olmur. İki namazın ortasında uşaq nəsə istəyir, hövsələdən çıxır. Bu da Allahın bəndəsidir, mənə baxır da, məndən nəsə istəyir, özü eləyə bilmir ki, nəsə mənə müraciət elədi. Allahın bir məxluqu mənə müraciət elədi, mən də o müraciətini gərək dəyərləndirim.